Çox sağ olun, hörmətli xanım sədir. Sizin də qeyd etdiyiniz kimi biz bölgədə sülhün və sabitliyin təmin olunması üçün konkret addımlar atmışıq. Və bugün hər kəsin fəxrlə istinad etdiyi sülh müqaviləsinin müəllifi də bizi Azərbaycan Prezidenti İlham Əliyevdir. Yaxşı xatırlayırıq, 2-ci Qarabağ müharibəsi dərhal bitəndən sonra Cənab Prezident sülh müqaviləsi təşəbbüsünü irəli sürəndə bəziləri buna inanmırdı. Və Ermənistanda da elə bilirdilər ki, vəziyyət dəyişəcək və onlar xam xəyallarla yaşayırdılar. Sülhə məcbur olunduqdan sonra da biz gördük ki, bəzi dövlətlər sülh prosesinə mane olmaq üçün qoşuldu. Və məhz Müzəffər İlham Əliyevin qətiyyəti və müdrikliyi ilə sülh prosesi iki tərəfi formata keçdi. Sülh müqaviləsinin bütün bəndlərinin müəllifi də bizi. Hətta sülh müqaviləsinin mətnin razılaşdırılmasını da, Ermənistanı buna məcbur edən də İlham Əliyevdir. Bütün bunlar bizim sülh istəyimizi açıq formada sübut edir. Sülhü istəməyən Ermənistandır. Onların son addımları, xüsusilə biz hər gün xəbər saytlarında görürük ki, bizim mövqelərimizi mütəmadi atəşə tuturlar. Bu onları göstərir ki, sülh prosesinə onlar səmimi formada yanaşmırlar. Həm də yeni hərbi aventuraya əl atmaq niyyətindədirlər. Birincisi, son 2 ildə Ermənistan, Fransa və Hindistandan müasir hərbi texnika almaq üçün milyardlarla dollar xərcləyib. İkincisi, Ermənistanda ehtiyatda olan hərbiçilər rekord müddətdə tam 10 həftə ərzində toplanışa çağırılıblar. Bu adi təlim deyil, bu açıq-aydın müharibəyə hazırlıqdır. Üçüncüsü, Ermənistan sərhəddə yeni istehkamlar qurub və bu gün də qurur və bu istehkamlar isə müdafiə xarakterli deyil, hücum məqsədi ilə tikilmiş mövqelərdir. Plan isə açıqdır. Sərhəddə vəziyyəti qəfil dəyişmək, təxribata əl atmaq və Azərbaycanı fakt qarşısında qoymaq. Yəni onlar elə bir senari qurmağa çalışırlar ki, biz aqressiyanın özünə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur olaq. Lakin onlar böyük səhv edirlər. Bu təhlükəli planın həyata keçirilməsində Avropa İttifaqının dırnaqarası müşahidə missiyası da xüsusi rol oynayır. Onların fəaliyyəti aydındır. Sərhəddə kəşfiyyat aparmaq, Azərbaycanın mövqelərini öyrənmək və bu məlumatları Ermənistanın hərbi komandanlığını ötürmək. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bölgədə gərginliyi artıran əsas amillərdən biridir. Ermənistanın bugünkü hakimiyyəti anlamalıdır ki, istənilən cavabı verməyə hazırıq, biz buna qadirik, dəmir yumruq yerindədir. Lazım olsa yenə düşəcək, daha fəlakətli nəticələrə səbəb olacaq. Ermənistan xalqı anlamalıdır ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin, bugünkü hakimiyyətinin hərbi təxribatı yalnız Yerevan Qərəbistanlığının genişlənməsinə səbəb olacaq. Ermənistanın rəhbərliyinin hələ də düşünməyə vaxtı var. Bu aventura əvəzinə məhz bu hərbi təxribat üçün, vaxt qazanmaq üçün uzatdıqları, o 2027-ci ilə qədər uzatdıqları dəyişiklikləri, konstitusiyalarını etsinlər, referendumlarını keçirsinlər, ATƏT-in Minsk qrupunun ləğv edilməsi